AutoCAD-ı lisanslı şəkildə Autodesk saytından necə yükləyə bilərik? Bu videoda YouTube-da 10 mindən çox baxış yığan və AutoCAD yükləmək istəyənləri ən çox maraqlandıran suallardan birinə cavab verəcəm. AutoCAD-ı lisanslı şəkildə yükləmək üçün çox sadə bir neçə addım var və bu addımları tətbiq edərək siz də lisanslı şəkildə AutoCAD-a sahib ola bilərsiniz. İlk şərt ondan ibarətdir ki, siz tələbə olmalısınız və yaxud da ki, tələbə olan bir tanışınız olmalıdır. Və onun tələbə kartı olmalıdır ki, bu tələbə kartının üstündə də sizin universitetin adı, sizin daxil olma və bitirmə tarixiniz mütləq qeyd olunmalıdır. Daha sonra isə siz həmin tələbə kartında olan adamın adına uyğun olan bir Gmail hesabı yaratmalısınız və bu Gmail hesabı ilə Autodesk saytından qeydiyyatdan keçməlisiniz. Autodesk saytında qeydiyyatdan keçmək çox sadədir. Yəni digər proqramlarda necə qeydiyyatdan keçirsinizsə, Autodesk saytında da həmin şəkildə qeydiyyatdan keçirsiniz və daha sonra Product hissəsinə daxil olub oradan AutoCAD-ı seçirsiniz. AutoCAD-ı seçdikdən sonra orada Download Free Trial hissəsi var və ora daxil olandan sonra gələn hissədə Education seçirsiniz və tələbə olduğunuzu qeyd edirsiniz. Orada bəzi məlumatlar var, onları doldurduqdan sonra keçid edirsiniz növbəti səhifəyə. Orada sizdən tələbə kartı, ID və yaxud da ki, hər hansı bir transkript, universitetlə bağlı sənəd istəyir. Həmin hissəyə daxil olursunuz və tələbə kartınızın yaxşı çəkilmiş şəklini oraya yükləyirsiniz. Əgər tələbə kartınızın üzərində ingilis dilində də yazı varsa, o zaman sizə təsdiq təxminən 20 dəqiqə ərzində gələcək. Əgər yox, tələbə kartınızın üzərində ingilis dilində yazı yoxdursa, o zaman təsdiq prosesi təxminən 10 saat ilə 20 saat arasında çəkə bilər. Bir neçə saatdan sonra sizin Gmail-inizə təsdiq mesajı gələcək və AutoCAD təsdiq edəcək ki, siz artıq bir il müddətində AutoCAD-ı lisanslı şəkildə istifadə edə bilərsiniz. Bundan sonra yenidən Autodesk-ə qayıdın, AutoCAD-ı yükləyin və AutoCAD yüklənəndən sonra açılan pəncərədə yenə də hesabınıza daxil olun və buyurun AutoCAD-ı lisanslı şəkildə pulsuz istifadə edə bilərsiniz. Bunun müddəti hal-hazırda 1 ildir. 1 ildən sonra əgər sizin tələbə kartınızda hələ də bitirmə tarixinizdə varsa, o zaman siz bunu yenə də eyni qayda ilə uzada bilərsiniz. AutoCAD-la bağlı başqa suallarınız olarsa, bu videonun şərh hissəsində mənə bildirə bilərsiniz.